Salam, hər vaxtınız xeyir. Bugün Temu və Trendyoldan gələn kargolarımı açırıq. Bəziləri çox əvvəldən gəlib, açmışam amma istifadə eləməmişəm. Onlardan birinci başlamaq istəyirəm. Baxın, məsələn bu. Bu Trendyoldan alınıb. Bunun linkini qoyarım sizə. Bu arada məni Instagramdan izləyin ki, bütün linkləri görmüş olasınız. Bunu çox endirimdən almışam. Bunun öz qiyməti 50 neçə manat idi. Kiwi markasıdır, baxın. Amma mən bunu aldım 14 manata cəmi. Sadəcə kuponlarla tam endirimin anında sifariş elədim. Bu endirimlərdən faydalanmaq istəyirsinizsə mütləq məni Instagramda izləyin. Belə bir blenderdir. Kiwi markasını çox sevirəm. Mən nə vaxt orada nəsə almışamsa çox qəşəng çıxır. Ona görə bunu hələ istifadə eləməmişəm, amma bilirəm ki, yaxşı olacaq. Sonra bunu göstərim sizə. Baxın, belə bir şeydir. Bunu da həmçinin endirim vaxtı sifariş elədim. Baxın. Bunu Instagramda göstərmişəm sizə, amma belə də göstərim. Baxın. Bu yağla olan, yağla olan üz təmizləmə seti. Baxın, burasında maqnitli qaşığı var. Elə üzünüzə tətbiq edirsiniz. Sırf bu yağlı olan vəbşi çox qəşəngdir. Amma üzünüz yağlıdırsa, onda bundan istifadə edin. Bu yağsız. Bu həm də makyaj təmizləyici kimi gedir də. Baxın, hələ ki bunu açmamışam. Yağı istifadə eləmişəm. Amma bunda belə üzünüzü tətbiq edirsiniz. Sırf nəmləndirici, həm də makyaj təmizləmək kimi super bir şeydir. Və bunu özəlliklə yay aylarında vitamin C, həm də salisil asit var içərisində. Bu üzdəki səpkiləri falan da aparır. Həm də ki, vitamin C bilirsiniz ki, üzə çox faydalıdır. Ona görə mütləq almaq istədim. Və 2 dənə hədiyyə qoyublar. 2 dənə təmizləmə ürününün testlərini qoyublar. Bu markanı çox sevirəm bu arada. Yəni də endirim vaxtı almışdım. Sonra indi bunlar da səhvələrin sistemdən aldıqlarımız. Bundan sonrakılar ancaq səhvədir. Baxın, bunu bir dəstəyə burada bir qaldı var. Bunların ikisini birlikdə açın. Necə açmalmışdım, baxın. Bunu evin tam bu köşəsi üçün sipariş eləmişəm, bura boş qalır deyə. Ya da ki, televizorun yanına qoyacağım, bilmirəm. Çünki ona qoyanda qərar verəcəm. Baxın, bunu belə. Bir də bunun içinə bunu sipariş eləmişəm. Görürsünüz necə qalır. Bu arada mən bunun evə qoyma, bəzi şeylərdə sipariş eləmişəm, dekorasiya şeyləri. Onlar üçün yeni vloglar çəkəcəm. Evi dekorasiya eləmək üçün vlog var. Yenə bəzi əşyalar sipariş eləmişəm, onun üçün izləmədə qalın. Evi dekor eləyəndə də birlikdə eləyəcək. Məncə qəşəng oldu. Burasına da nəsə bir şey bağlasam, altındakı bu şey görünmür. Bırak mən, görüntümə xoş gəlmədi. Bilmirəm necə. Məncə qəşəng. Sonra bizim evin xalçası biraz renkli-renklidir. Bu mənim videolarda, özümün videolarında gözünü yorur. Görürsünüz, indi elə çəkmişəm ki, o xalçanı görmürsünüz. Ona görə ki, renkli hissənin görünməsini istəmirəm. Amma indi belə bir xalça sipariş elədim. Onu göstərim sizə. Temudan çox uyğun qiymətə almışam. Görək necə gəlib. O, ölçüsü də qəşəng. Baxın. Bunu yenə də evə salanda videosunu çəkərəm. Elə baxarsınız. Evin hansı səmtinə falan. Məncə qəşəng olacaq. Bundan bu. Ümumiyyətlə, bütün aldıqlarımı bəzi divar tablolarda sipariş eləmişəm. Divar üçün bəzi orqanizlərdə sipariş eləmişəm. Həm kuxna, həm üçün. Həm kuxna, həm zal üçün dekorlar sipariş eləmişəm. Məncə sizin üçün də maraqlı olacaq. Sonra qaldı bu. Bu kargonu bugün götürdüm. Şimdi bunu açaq. Belə, baxın, bu belə çıxıb mənim üçün çox maraqlıydı. Bunu yoxlamaq istəyirəm. Tripod da verilib. Baxın, belə pultu da var.
Type-C giriş, bir də belə başlıqdır. Bu elə bil ki, evin ümumi rəngini göy, yaşıl, qırmızı rəngə boyuyur dediyinə görə. İndi bizlərə baxaq. Aha, deməli uşaq üçün dəniz geyimi sifariş eləmişdik. Bilirsiniz, indi dəniz sezonu yaxınlaşır. Tam olacaq üstünə baxın. Oğlumun 2 yaşı var. Həm də bu maçalkalar onun suda batmasına icazə verməyəcək. Həm ona görə rahat olacaq, həm də ki, ümumiyyətlə bu geyimdə günəş şüasını qoruyan geyimdir. Temudan səhv eləmirəmsə 20 manat civarı bir günəsə almışdım. Yenə də uyğundur. Çünki üstün deyən faydaları. Aha, sonra belə bir tripod. Axır ki, bunu aça bildim. Sonunda. Deməli, belə bir tripod. Burada yenə aksesuarları var. Yenə USB başlıq. USB başlıq aça bilmirəm. Bu hissəsində isə ayaqlarıdır. Bu tripod biraz başladı, belə boynu əyilən tripodlardandır. Nəsə bir video çəkəndə tam onun üstünü çəksin deyədir. Yəni belə düz duran tripodlardan deyil. Bunu da deyim. Sonra və mənim ən sevdiyim. Şimdi bunu ayaqda yoxlayacağım. Tapa bilməmişdim istədiyim kimi, çünki stoklar tükənmişdi. Mən də Temudan almağı düşündüm. Ama pis değil, yani yaxşı gəldi. Bu arada Trendyoldan çoxlu kargolar sifariş eləmişəm. Bundan sonra Trendyol kargolarını gələcək. Onu da birlikdə açacağıq. Bu arada Instagram səhifəmdə qoyuram bura. Əgər siz də oradan məni gündəlik olaraq izləmək istəyirsinizsə, Instagram səhifəmə keçid edə bilərsiniz. Hələlik.